السلام عليكم ورحمة الله. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم المصطفى محمد. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Keçən həftə yaradılış hədəfi haqqında söhbət elədik. Bugün bu mövzunu davam etdirmək istəyirəm kiçik bir müqəddimə ilə. Dinə gəlməmişdən əvvəl, dindarlıqdan əvvəl insanın müəyyən keyfiyyətlərə malik olması lazımdır. İnsanda bəzi xüsusiyyətlər olmalıdır ki, din onu cəzb edə bilsin və dinə əməl eləməklə təkmilləşə bilsin. İslam tarixinə də baxsaq, Peyğəmbər elə bir cəmiyyətə dinini təqdim elədi ki, mənfiliklərlə yanaşı o cəmiyyətdə dini qəbul eləmək üçün müəyyən bir zəmin də var idi, müsbət xüsusiyyətlər də var idi. Düzdür, o dövrə cahiliyyət dövrü deyilib, amma hansısa idealla müqayisədə cahiliyyət dövrü adlanır o dövr. Və o cəmiyyətdə mənfi xüsusiyyətlər çox idi, söz yox, şübhəsiz. Amma o cəmiyyətdə və o cəmiyyəti təşkil edən fərdlərdə müəyyən müsbət keyfiyyətlər də var idi. Əgər o keyfiyyətlər o cəmiyyətdə olmasaydı, o cəmiyyətin İslamı qəbul etməsi mümkünsüz olardı. Quran-ı Kərimin Bəqərə surəsinə müraciət edin. Surə belə başlayır: Əlif, Ləm, Mim Zəlikəl kitabu la raybə fih hudən lil muttəqin. Əlif, lam, mim, bu kitab elə bir kitabdır ki, heç şübhəsiz təqvalılar üçün hidayət kitabıdır. Təqvalılar üçün. Maraqlıdır ki, yəni bu kitab deyir, ancaq təqvalıları düz yola hidayət eləyir. Deməli, təqva dindən öncə insanda lazım olan xüsusiyyətdir. Təqva nədir? Yəni, insan dini tanımasa da, onun daxilində bəzi xüsusiyyətlər olmalıdır, bəzi bariyerlər, bəzi çərçivələr olmalıdır ki, özünə müəyyən qədər həddlər qoymalıdır, əxlaqsızlıq, rəzilliyin qarşısında. Yəni, müəyyən qədər təqvaya sahib olmalıdır ki, din onu cəzb edə bilsin. Görürsünüz ki, deyir, bu təqvalıları hidayət edən bir kitabdır. Yəni, dindən öncə insanda müəyyən müsbət keyfiyyətlər olmalıdır ki, din binası o təməl üzərində, daxilində qurula bilsin. Bunsuz mümkün deyil. Məsələn, insanda həya xüsusiyyəti olsa, din onu cəzb edər, dinə cəzb olunar. Məsələn, insanda mərhəmət xüsusiyyəti olsa, məsələn, bunları misal üçün deyirəm, insan nizam intizamlı olsa, hesab kitabla yaşasa, daha tez dinə rahat cəzb olunurlar. O insanlar ki, geniş düşüncə üfüqünə malikdirlər, özləri üçün yaşayış hədəfləri müəyyən edirlər, yüksək hədəfə çatmaq üçün yaşayırlar, onlar dinə tez cəlb olunmalıdır, cəzb olunmalıdır. Bəzi insanlar var ki, belə yaşayır, yəni heç hədəf haqqında düşünmədən yaşayır. İnsanlarda belə insanlarla yəni rastlaşmısınız. Heç bir hədəf, məqsəd yoxdur, əyləncəyə qərq olub, necə deyim, cılız-cılız məqsədlər üçün yaşayır. İnsan olduğunu unudub. Heç dindən xəbər olmasa da, bu öz-özünə sual vermir ki, yaxşı, bu nədir, bu həyatın mənası nədir? Bu insanlar nə həyatı düzgün yaşaya bilər,
nə də dinə gəlib dəyişməsə düzgün dindarlıq edə bilərlər. Bu mümkün deyil. Ona görə də bəzi məsələlər var ki, onları dindən ayrı müzakirə etməliyik. Onlar sırf dini mövzular deyil, şəxsiyyət məsələləridir. Biz övladlarımızı dinə dəvət etmək istəyiriksə, onları şəxsiyyət kimi formalaşdırmağa çalışmalıyıq. Uşağa uşaqlıqdan din yeritməyə ehtiyac yoxdur. Mən bunu dəfələrlə demişəm. Onlar indi hansısa bilgilər vermək, amma dinə dəvət eləmək üçün sən ona düzgün tərbiyə ver, şəxsiyyət kimi formalaşsın. Şəxsiyyətli insandırsa, din onu özünə cəzb edəcək. Uşağı düşünməyə vadar etməliyik. Uşaqlıqdan təfəkkür nurunu oyatmalıyıq onun daxilində. Şəxsiyyətli insanlar yetişdirə bilsək, din şəxsiyyətli insanlara ən gözəl yol göstərəndir. Şəxsiyyəti inkişaf etdirən əsas amillərdən biridir, birincisidir, yeganə bəlkə də amildir. Ona görə keçən cümə xatırlayırsınızsa, mövzumuz yadınızdadırsa, yaradılış hədəfi haqqında danışdıq. Və bu mövzu bizim çıxışlarımızda, dini çevrələrdə təəssüf ki, az danışılır, az müzakirə olunur. Çox insanlar hədəfə diqqət etmədən yaşayır və hədəfə diqqət etmədən dindarlıq edirlər, maraqlıdır. Nə həyatını düz qura bilir, nə dinini, inancını düz yaşaya bilir. Ona görə də dindarların içində şəxsiyyət baxımından qüsurlu olan insanların sayı kifayət qədər var, çoxdur. Mənfi xüsusiyyətlərini, belə bir söz deyim sizə, bəlkə də qəribə səslənə bilər. Bəzi insanları dinə yönəldən onların mənfi xislətləridir, mənfi xüsusiyyətləridir. Mənfi xislətləri, xüsusiyyətləri səbəb olur ki, onlar dinə yönəlsinlər. Nə üçün gəlirlər bu insanlar dinə? Mənfi xüsusiyyətləri gizlətməyin ən gözəl sığınacağı dindir. Dinə hamının hörməti var, dinin arxasında gizlənmək rahatdır. Mənfiliklər onları dinə yönəldir. Və yaxud da hansısa mənfi istəklərini realizə eləmək üçün dinə yönəlirlər. Öz mənafelərinə çatmaq üçün dinə yönəlirlər. Elə bilməyin, hamının müsbət xüsusiyyətlər dinə istiqamətləndirir. Bəzən mənfi xüsusiyyətlər səbəb olur ki, adam dinə tərəf getsin. Din vasitəsilə öz mənfi istəklərini həyata keçirsin. Bunlar dini də, imamı da, peyğəmbəri də, Quranı da vasitə edirlər özləri üçün, öz mənafeləri üçün. Belə insanlardan bir xeylisi İmam Hüseynə qoşulmuşdu yolda, indi Məhərrəm ayıdır, imamın üçüdür. İmama qoşulmuşdu, imam yolda onları qaytarırdı bir bəhanə ilə. Onlar onsuz da tərk edəcəkdi imamı. Onlar imamı hansısa məqsədlərinə çatmaq vasitəsi bilirdilər. Və bugün də belə insanlar var ki, inancı hansısa məqsədlərə çatmaq üçün vasitəyə çeviriblər. Ona görə bəzən mənfi xüsusiyyətlərimiz səbəb olur ki, biz dinə tərəf gedək, bəzi insanlar. Allah eləməsin, çox təhlükəli vəziyyətdir. Dinlə şəxsiyyətin uyğunluğu araşdırılmalıdır. Şəxsi xüsusiyyətlərlə din arasında əlaqə araşdırılmalıdır günümüzdə. Əgər düzgün təhlil olunsa bu məsələ, həm şəxsiyyətli insanlar dinə cəzb olunar, həm də din vasitəsilə insanların şəxsiyyəti inkişaf edər. Bəziləri dərhal etiraz edir bu sözü eşidən kimi, deyir ki, axı mən şəxsiyyətsiz adamlar görmüşəm ki, dindar olublar. Və əksinə şəxsiyyətli adamlar tanıyıram ki, dindar deyirlər. Sən deyirsən ki, şəxsiyyətli adam mütləq dinə cəzb olunmalıdır. Və din şəxsiyyəti inkişaf etdirən amildir. Amma mən əksini də görürəm. Görürəm, ən şəxsiyyətsiz adam bəzən dindardır, şəxsiyyətli insan isə dindən uzaq adamdır. Və ona görə də mən bu fikrimi dərhal inkar eləməyə çalışır. Cavabı çox sadədir, yəni. Cavabı çox sadədir. Şəxsiyyətli insan həqiqi dindar olur. Həqiqi dindar. Və həqiqi dindar olan adam da şəxsiyyətini din vasitəsilə inkişaf etdirir.
Mən demirəm namaz qılanların hamısı şəxsiyyətlidir. Mən deyirəm din sözün həqiqi mənasında dindirsə, həqiqi dindarlıqdırsa, mümkün deyil şəxsiyyətsiz insan dindar olsun və yaxud dindar olandan sonra da şəxsiyyətini inkişaf etdirməsin. Bizim dinimiz elə bir dindir ki, insanı mütəfəkkir olaraq yetişdirir. Mütəfəkkir dedikdə yəni düşünən insanlar formalaşdırır. Nizamlı insanlar formalaşdırır. Bir insan əgər dəqiq insan deyilsə, səviyyəli insan deyilsə, məlum olur ki, din ona təsir eləyə bilməyib, onun namazı sizi aldatmasın. Dindarlığın, mən Ramazan ayında danışmışam bu barədə ətraflı, dindarlığın dünyada göstəricisi budur ki, bizim səviyyəmizi artırsın. Bu yoxdursa, axirətdə də bizim köməyimizə çatmayacaq. Dinin dünyada nəticələri özünü göstərməlidir. Mən nə qədər dindaram, bunu necə bilmək olar? Həyatım nə qədər uğurludur, nə qədər müvəffəqiyyət əldə edə bilirəm. Zahiri uğurlardan danışmıram. Ola bilər problem də olsun, sıxıntı da olsun. Amma nə qədər mən ölçülüb biçilmiş əməl edirəm, düşüncəli əməl edirəm, nə qədər nizamlı insanam, nə qədər səviyyəli insanam. Səviyyə göstəricisi iman göstəricisi sayılmalıdır. Bunlar bir-birindən ayrılmamalıdır. Din insanın həyatını səhmana sala bilmirsə dünyada, o din deyil. Axirətdə də ona kömək olmayacaq bir mənalı olaraq. Bir dənə tüfeyli, nizamsız, onun bunun hesabına yaşayan, səthi düşüncəli, cahil, nadan bir insan namaz da qılsa dindar sayıla bilməz. Qətiyyən dindar sayıla bilməz. Dindarla dinsizin fərqi sırf etiqadına aid deyil. Ki bu inanır, bu inanmır. Bizim səhvimiz əsasən budur ki, dindarla dinsizi belə bölürük. Dindarla dinsizin fərqi, əsas fərq şəxsiyyətlərində olmalıdır. Bu meyarla dinlə qiymət verməli insanların. Şəxsiyyətli insanlar dinə cəzb olunmursa, şəxsiyyətsiz insanlar dinə cəzb olunursa, deməli nəsə düz deyil. Düz başa düşülməyib nəsə. Din nəsə düzgün tanıtdırılmayıb ki, belədir. Bu belə normalda belə olmamalıdır. Şəxsiyyətsiz insan dindar ola bilməz, sözün əsl mənasında və şəxsiyyətli insan da dinsiz ola bilməz. Dindarlıq hansısa formanı qəbul etmək deyil. Dindarlıq şəxsiyyətlilikdir və şəxsiyyəti inkişaf etdirməkdir. Ola bilər bu sözlər bəzilərində təəccüblü gəlsin, hərdən mübahisələrə də səbəb olsun, amma iş belə yerə çatıb ki, indi dini fikir deyəndə təəccüblənir insanlar. Çünki din haqda təsəvvür əsrlər boyu yanlış istiqamətdə inkişaf edib, yanlış şəkildə formalaşıb. Dedik ki, şəxsiyyətli insan mütləq dindar olmalıdır, gec ya tez. Şəxsiyyətli insan kimdir? Şəxsiyyətli insanı müxtəlif şəkillərdə tərif etmək olar. Belə deyək, bu da bir tərif olsun. Şəxsiyyətli insan uca hədəfi olan, uca məqsədi olan, cılız yox, uca məqsədi olan, o məqsədə çatmaq üçün nizam, intizamla yaşayan, müəyyən bir yaşam proqramına malik olan insandır. Şəxsiyyətli insan müstəqil adamdır. Fikri heç kimin fikrinin əsiri deyil. Şəxsiyyətli insan azad düşüncəli insandır, öz ayaq üstündə özü dayanır. Onun fikri ilə manipulyasiya etmək mümkün olmur. Bəzi sektalar var, din adı ilə yaradılır, cəmaatı idarə edirlər. Faciəli şəkildə. Bu, din adına yaradılmış bir şəxsiyyətsiz insanların cəmiyyətidir, toplumudur. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Allahı şahid gətirirəm ki, bugün bəziləri dindən üz çevirir. Səbəbi onların şəxsiyyətindəki olan problemlər deyil, səbəbi dinin düzgün anlaşılmamasıdır. Bunu mən tam qətiyyətlə deyirəm. Ona görə deyirəm, hər dini tənqid edən adam ki, mətbuatda nəsə yazır, mən demirəm, bəzi insanlar ola bilər ki, qərəzlidir filan, amma rahat onun adını qoymayaq ki, bu rəzil, alçaq insandır. Nə təqdim olunub insanlara din adıyla ki, onu dəyərləndirə bilsin.
Sən görsən əgər, bunlar hamısı bəlkə də bir qaydalardır, bunları yadınızda saxlasaz yaxşıdır. Əgər görsən ki, bir şəxsiyyətli adam, dinlə arası yoxdur, bir şəxsiyyətli adamın, görsən bu şəxsiyyətli adamdır, dinlə arası yoxdur, bunun iki səbəbi var. Ya din düzgün təqdim olunmayıb, ya da bunun gizlin şəxsiyyətsizliyi var harasındasa, sən elə bilirsən bu şəxsiyyətlidir. Bunun içində bir gizli namərdlik var. Şəxsiyyətli adam dinlə arası yoxdursa, ya din düzgün başa düşülməyib, din düzgün təqdim olunmayıb, ya da bunun şəxsiyyətində sənin görmədiyin gizli bir namərdlik var, bir problem var. Bu mümkün deyil. Din düz tanına, insan da şəxsiyyətli ola, din bunu cəzb etməyə, bu mümkünsüz bir şeydir. Ola bilər sənin gözünə şəxsiyyətli görünür, amma onun mənəviyyatında ciddi qüsurlar var. Hər özünü şəxsiyyətdə aparan adam şəxsiyyətli deyil. Yaxud da ki, doğrudan da şəxsiyyətlidirsə, onda nəsə dini düzgün çatdırmayıblar buna. Din haqqında təsəvvürü düz deyil. Və bir şəxsiyyətsiz adamı görsəz, dindar olubsa və din onu şəxsiyyətli insana çevirməyibsə, gözləməli ki, bu bir gün dindən çıxacaq, mütləq. Özdə bir dənə faciə yaradıb dindən çıxacaq. Mütləq, axır onun dinlə onunki tutmayacaq. Necə ki, məsələn, Həzrət Əlinin qatili İbn-i Mülcəm bu adamlardan biri. Zahirən dindar idi, özdə deyirlər ki, pərvanə kimi Həzrət Əlinin başına dolanırdı. Bunlar hamısı tarixin ibrətləridir. Axırda Həzrət Əlini öldürür, qətlə yetirir, Həzrət Əli yaralı halda ona baxır, deyir, axı, hamının içində ən çox sənə məhəbbət göstərdim. O qədər məhəbbət göstərdim ki, etiraz elədi hamı ki, sən buna çox diqqət edirsən. Niyə bu işi sən gördün? Şəxsiyyəti qüsurludur bu adamın. Bu dinə gəlibsə şəxsiyyətsiz adam, axırda gözdə ki, bir cinayət eləyəcək din adı ilə. İmam öldürəcək din adı ilə. Bu belə bir vəziyyətdir. Cəmiyyətdə dindarlığın meyarı yalnız etiqad və ibadətdir. Bu səhv yanaşmadır. Əgər etiqad və ibadət şəxsiyyətli olmağın nəticəsidirsə, o heç, o düzdür. Bəzən insanın şəxsiyyətli olmasının nəticəsi onun ibadət əhli olmasına gətirib çıxar. Bu formalar zahir batinlə uzlaşır. Yox, elə deyilsə, yəni dindarlıq meyarı sırf bir adamın Allaha inanması və namaz qılması ilə ölçülməməlidir. Biz gəlin sabahdan insanların şəxsiyyəti əsasında onlara qiymət verək və onların dinlərinə, inanclarına, şəxsiyyətlər əsasında qiymət verək. Namaz və hicab din göstəricisi deyil, hərçənd ki, vacib hökmlərdir. Allah əmr eləyib vacibdir, amma şəxsiyyət göstəricisi olaraq. Şəxsiyyətli insanlar Allah qarşısında əyilir. Namaz namazdırsa, insanın şəxsiyyətinin göstəricisidir. Bir adam görsəz ki, doğrudan da şəxsiyyətli adamdır, onu dinə dəvət etsəz, desə ki, valla mənim dinlə aram yoxdur, 100% dəqiq şübhəsiz bilin ki, nəsə düzgün çatdırılmayıb, bir daha deyirəm. Nəsə düzgün deyil, ola bilməz, ola bilməz. Allah belə qayda qoymayıb. Niyə görə şəxsiyyətli insanlar dini qəbul etməlidir? Bu suala da cavab verək. Niyə görə şəxsiyyətli insanlar dini qəbul eləməlidir? Çünki şəxsiyyətli insan cılız məqsəd üçün yaşamır, din də insana ali məqsəd müəyyən edir həyatda. Şəxsiyyətli insan da ölür ali məqsəd üçün yaşamaq istəyi ilə yaşayır. Şəxsiyyətli insan azaqani olmayan adamdır, cılız məqsədlər üçün yaşamayan insandır. O hədəfini ali müəyyən edir və görür ki, dində bu hədəfə tam uyğunlaşır, bunu o uca hədəfə istiqamətləndirir, əlindən tutur aparır, odur ki, dini belə deyək də göydə tutur, qəbul edir. Siz elə bilirsiniz ki, dinin axır məqsədi budur ki, bunu mən əvvəllər də demişəm, adam yaxşı adam olsun, oğurluq eləməsin, nə bilməm, məsələn, kimisə döyməsin, söyməsin, din bunun üçün gəlib elə, son məqsəd budur. Cəmaata pislik eləmə, onun bunun namusuna sataşma. Dinin axırıncı sözü budur, son hədəfi budur. Xeyr, bu ibtidai mərhələsidir dinin.
Din uca bir hədəf müəyyən edir insana ki, o hədəfə çatmaq üçün bunlar ilk addımlardır. Bunları atıb keçib gedəsən. Daha yüksək istiqamətə yönələsən. Əgər insan bu xüsusiyyətlərə malik olmasa, dinə gəlsə, çox təhlükəli vəziyyət yaranır. O dinin başına oynasacaq. Belə adamlar görsə, adam gərək getsin, xahiş eləsin ki, səndən xahiş edirəm, dinə gəlmə. Məcazi deyirəm, məcazi sözümdən söz tutmasın heç kəs. Deyəsən ki, Nauzubillah, estağfurullah, şərabdan zaddan gətirin, içsin, başı qarışsın, onun ziyanı bundan az olar. Demirəm, heç kəsi şərab içməyə dəvət eləmirəm, sabah sözümdən bu sözü çıxartmasında. Məcazi deyirəm, yəni bu insanın əl-ayağına düşəsən ki, qurban olun, sən get, sən başqa işlə məşğul ol da, bu sənin yolun deyil. Ya doğrudan da şəxsiyyəti islah etmək üçün gəlirsənsə heç. Amma bu insanlar dinə gəlirsə, gəlir dini təhrif eləyir, dini öz cılızlığına uyğunlaşdırır, din haqda cəmaatın təsəvvürlərini xarab eləyir. Bu heç nə. Böyük bir təhlükə yaradır din üçün. Quranda Allah neçə dəfə Peyğəmbəri bu işdən çəkindirib. Deyib ki, diqqətli ol ki, cəmaat dini öz istəklərinə uyğunlaşdırmasınlar. Cəmaat dini öz zövqlərinə uyğunlaşdırmasınlar. Din bunların həva-i nəfsinə tabi olmasın. Bu sözlü Peyğəmbəri ciddi şəkildə deyib diqqətli ol bu məsələdə. Din bunların istəklərinə uyğun olmasın. Özü zəif olan adam, özü cılız olan adam dini də qayçılayır, öz səviyyəsinə endirir, din də olur cılız bir şey. O insan ki, hamıya biganədir, öz məqsədləri üçün yaşayır, gəlir namaz da qılır, amma elə cılız-cılız məqsədlər üçün yaşayır. Nə onun dinindən fayda var, nə onun şəxsiyyətindən, heç bir mənsub olduğu millətə heç bir xeyir vermir o. Yaşadığı cəmiyyətə heç bir fayda vermir. Və dinini də təhrif eləyir. Dinini də gətirir, öz egoist məqsədlərinə çatmaq üçün vasitəyə çevirir. Quranda Allah niyə görə açıq bəyan eləmir hər şeyi? Bəzi cərəyanlar var, çox səhv yoldadılar onlar. Deyir ki, Quranda mənə ayəsini birbaşa göstər filan şeyin. Allah istəyir ki, sən şəxsiyyət kimi yetişəsən. Allah bəzən işarə eləyir, keçir ki, git düşün, adamsan, insansan, düşün, inkişaf elə, şəxsiyyətsən sən. Hər şeyi mən sənə deməli deyiləm. Mən sənə ipucu verim, sən düşün, din yəni müəmmaların həlli. Necə insan riyazi düsturlar həll eləyir, beynini işə salır, din bu müəmmaların həllindən ibarətdir. Din insanın bütün düşüncə potensialını işə salmalıdır. İnsan düşünməlidir, tapmalıdır, axtarmalıdır. Din bir musiqi zövqü kimi bir şey deyil, paltar zövqü kimi bir şey deyil ki, mənim zövqümə uyğundur. Din ağıllı adamların düşüncə ilə gəldiyi nəticədir, hədəfdir, hədəfə gedən yoldur daha doğrusu. Və ağıllı insanlar da yüksək hədəflər üçün yaşayan insanlardır. Yadınızdadır bu hədis Həzrət Əli əleyhissalamdan da. Əqəlun nas ənzəruhum fil əvaqib. İnsanların ən ağıllısı son aqibəti görən adamlardır. Yəni axır nöqtəni görən adamlar. Son hədəfi görən adamlar ən ağıllı adamlardır. Din gəlir, o son nöqtəni göstərir. Ona görə ağıllı adamları din cəzb etməlidir. Yadınızdadır, dedim ya, özünə bax, ruhuna bax. Ölçü, razmer. Rusca belə deyirdi də. Razmer sözü biraz bizə doğmalaşıb deyə o sözü işlədirəm. Sən deyir, ayağımın razmeri filandır. Ona uyğun ayaqqabı axtarır, paltar axtarır özünə. Öz ölçülərinə uyğun. Əvvəl ruhun ölçüsünü müəyyən elə ki, sənin ruhunun ölçüsü nə qədərdir, sonra görəcəksən ki, bunun ölçüsündə yeganə şey dindir. Bu əzəmətli ruhun bütün ehtiyaclarını təmin edə bilir. Özünə bax, öz ölçüyü müəyyən elə və ölçüyə uyğun həyatda özünə hədəf müəyyən elə. Hədəfin ruhun ölçülərinə uyğun olsun. Elə bir hədəf olsun ki, bütün fəaliyyəti o hədəfə yönəldə biləsən. Xırdadan böyüyə qədər gündəlik bütün işlərin bir hədəfə yönəlməyibsə, sən hədəf tapmamısan həyatda. Elə hədəf seç ki, həyatına hərarət gətirsin, istilik gətirsin, həyatın hər saniyəsinə məna gətirsin, hər saniyəsini mənalı eləsin, ləzzətə çevirsin. Hədəf seçəndə belə hədəf seç, belə məqsəd seç.
Hansı məqsəd bu işləri səndə eləyə bilmirsə, bu istiliyi həyatına gətirə bilmirsə, bütün həyatının fəaliyyətini koordinasiya eləyib bir istiqamətə yönəldə bilmirsə, o hədəfi at qırağa, deyirəm, bu mənə yaraşan hədəf deyil. Bu mənə uyğun hədəf deyil. Özünə yaraşdırma. Cəmilül məqsəd yədullu alə təharətil mulid. Sözə bax. Bu da hədisdir. Səhv eləmirəmsə əleyhissalamın sözüdür. Buyurur ki, hədəfin gözəlliyi insanın zati paklığının göstəricisidir. İnsanın mənəviyyatının göstəricisidir. Bilirsiniz, çox maraqlıdır. Hədəfin mənəviyyatla əlaqəsi. İstəyirsən, biləsən, adam nə qədər mənəviyyatlıdır, bax nə üçün yaşayır. Hədəfi onun daxili mənəviyyatının və təkcə əqlinin yox, həm də mənəviyyatının güzgüsüdür. Hansı məqsəd üçün yaşayır? Ondan bil ki, bu nə cür mənəviyyatın sahibidir. Hansı əxlaqın, hansı mənəviyyatın sahibidir. Son hədəf haqqında düşünün. Düşünün, düşünün, düşünün. Bu dinin göstərişidir. Mən kəsürət fikrətuhu, həsunət aqibətuhu. Kimin düşüncəsi çox olarsa, axırı da xeyirli olar. Aqibət, yəni son hədəfə gedər çatar. Mən fəkkərə əbsərəl əvaqib. Kim çox düşünərsə, axır məqsədi görər. Axır son hədəfi görər. Səhər evdən çıxırsan bir iş görməyə, səhər tezdən. Özünə deyirən ki, mən gedirəm falan yerə. Niyə? Niyə gedirəm bu işi görməyə? Axırına bax. Əgər bu evdən çıxmağın sənin yaradılış hədəfə uyğun deyilsə, bihudə enerji sərf edirsən. Heyfdir sənin hər dəqiqən, hər saniyen ki, o işə sərf elədin. Heç nə. Puç oldu, yandırdın. O vaxtı hədər elədin. Mən gedirəm universitetə. Niyə dərs oxuyuram? Niyə dərs oxumaq istəyirsən? Niyə dərs oxumaq istəyirsən? Heç də diplom alım da, dərs oxuram, diplom alım. Yəni, diplom alım, məqsəd nədir? Diplomdur məqsəd. Məqsəd, son məqsəd diplom almaqdır. Yox, diplom alım məsələn, mənə desinlər ki, hə, nə olsun? Dedilər ki, maşallah, nə savadlı oğlandı. Həyatda son məqsədim budur. Desinlər ki, bu savadlı oğlandı. Budur, yaşayışın məqsədi budur. Sən bu qədər zəhmət çəkirsən, 5 il, 7 il oxuyursan ki, axırda sənə desinlər ki, bu savadlı oğlandı. Yox, da həm də xidmət eləyim. Niyə xidmət eləyəsən? Niyə? Xidmət eləyim ki, özümü qane eləyim, vicdanım sakit olsun, özümdən razı olum. Özündən razı oldun, sonra düşün də dayanma, get sona qədər. Deyirəm, hədəf, get də bir yerdə ilişib qalma. Ən son nöqtə yaşayışında budur ki, axırda özündən razı olasan ki, hə, mən yaxşı, şükür Allaha ki, nəsə əldə elədim həyatda. Deyirəm, yox, bu məni qane eləmir. Yox, onda başqası məndən razı olsun. Aha, yavaş-yavaş yaxınlaşırsan. Başqası kim? Milyonlarla, milyardlarla insan sənə əl çalsın. Axırda inan ki, yorulacaqsan. Bilsən, hə, nə olsun? Əvvəl cəzb eləyəcək səni, sonra yorulacaqsan. Deyəcəksən, yox, bu da mənim ölçüm deyil. Bütün planetdə yaşayan insanlar məni alqışlasa, bir gün yorulacam. Bir gün yorulacam. Hədəf ki, adamı yordu, o nə hədəfdir? Hədəf ki, günü-gündən cazibəsi, hərarəti artmadı, o nə hədəfdir? Mən elə bir şəxsin razılığını istəyirəm ki, onun razılığı mənim həyatıma məna versin, hər anına hərarət gətirsin. Allah ölənlərə rəhmət eləsin, yavaş-yavaş yaxınlaşdım məqsədə. Heç zaman sönməsin. O razı olduqca onun razılığını həyatımda, onun istiliyini hiss eləyim, cazibəsini hiss eləyim. Məni daha da yuxarı aparsın, sövq etdirsin, fəaliyyət göstərməyə. Bu oldu hədəf. Bu dinin də müəyyən elədiyi hədəfdir. İmkan verməyin ki, hədəfi sizə moizədə desinlər. Düşünün, tapın, moizədə gəlin, deyin, ay sağ ol, təsdiqini tapdım. Bu başqa şeydir. Biri var adama desinlər, bilsin. Biri var adam düşünsün, tapsın. Bu fərqli şeylərdir. Düşünün, tapın, sonra deyəndə düşündüyünüz nəticənin təsdiqini o deyilən sözlərdə tapasınız.
Bu başqa bir ləzzətdir, başqa bir şeydir. Mən işə gedirəm. Niyə gedirsən ay bala işə? Deyir ki, məsələn, hələ bir yaxşı adamdan misal çəkim, yaxşısından. Məsələn, mən pullu olum, pul xərcləyim Allah yolunda, Allah məndən razı olsun. Mən də sənə bir söz deyirəm. Deyirəm, bəlkə məsələn, Allahın razılığı başqa şeydədir sənin üçün. Sən başqa iş görüb eləyə bilərsən ki, Allah səndən razı olsun. Yox, mən pulla ancaq. Allah məndən razı olsun, pul. Yox, deyirəm ki, mən pula bağlanmışam, pul qazanmaq istəyirəm. Allahın üstünə yıxma bu şeyi. Allahın üstünə yıxma. Yox, doğrudan da qazanıb Allah yolunda xərcləyəcəksənsə başqa. Amma diqqətli ol ki, nəfsin qarışıb məqsədi cılızlaşdırmasın. Məqsədin aliliyi sənin şəxsiyyət göstəricundur. Həzrət İbrahimin qəribə dastanı var, bəzilərini çaşdırır. Deyirlər ki, Peyğəmbər də nəuzubillah müşrik olar. Bilə bilirlər ki, Həzrət İbrahim, o Quranda var ya, deyir, Haza Rəbbi, baxır aya, deyir, bu mənim Rəbbimdir. Sonra deyir, yox. Baxır günəşə, deyir, Haza Rəbbi, sonra deyir, yox. Yox, niyə yox? Bax, bu cümlədə cəmlənib. İnni la uhibbul afilin. Mən qürub edənləri sevmirəm. Bir şey ki, qürub edəcək, sönəcək, o mənim üçün məqsəd ola bilməz. Bu sözdən diqqəti yayındırıblar, yapışıblar ki, necə o aya, günəşə ibadət eləmir, məntiqi çatdırır. Məntiqi çatdırır ki, hansı hədəf üçün yaşa? İnni la uhibbul afilin. Qürub eləyən bir şey ki, sona çatacaq, sönüb gedəcək, bundan mənə hədəf olmaz. Bundan mənə məqsəd olmaz. Bir dənə hədəf üçün həyatda, əziz qardaşlarıma tövsiyəm budur ki, ömrünüzü o hədəf üçün sərf eləyəndə axırda deməyəsiniz, hayf bu ömürdən. Belə bir hədəf seçin. Ömrünüzü ona sərf eləyəndə ziyan eləməyəsiniz. Dəyər o hədəf üçün Allah verdiyi, Allah hamımıza uzun ömür versin. 70 il, 80 il o hədəf üçün yaşamağına dəyər. Axırda da deyərsən, yaşadım və çatdım. Belə bir hədəf seçin həyatda özünüzə. Və bu hədəfi din də bizə müəyyən edir. Din deyir ki, sənin ruhun ölçüsünə uyğun bir hədəf var, o da Allahın müqəddəs olan zatıdır. Sən onun üçün yaranmısan, o sənin üçündür. Heç kəs ona sənin qədər yaxınlaşa bilməz. Sənin üçün elə bir məqam var ki, səni Allah ağuşuna alır, məcazi mənada desək. Sənin ruhun vəhdət halına gəlir Allahla. Və bu hədəf məcburi hədəfdir. Sən seçdin, seçmədin. Ya eyyuhəl insan, demir ya eyyuhəlləzinə amenu. Ey insanlar, ey insan, innəkə kadihun ilə Rabbikə kədhən fəmülaqi. Hamınız, mömin, kafir, kim olursan ol, Allaha doğru yol gedirsiniz, keşməkeşdi və axırda onunla görüşəcəksiniz. Bu görüş onsuz da baş tutacaq. Bu məcburi bir hədəfdir. Hünər bundadır ki, bu icbari hədəfi könüllü şəkildə özün seçəsən. Deyəsən, onsuz da ona tərəf gedirəm, amma mən könüllü seçirəm o hədəfi. Könüllü şəkildə o hədəfə doğru hərəkət edirəm. Seçdisə bu hədəfi, ondan sonra həyatın mənası tamamilə dəyişir. Həyat olur başdan başa gözəllik. Adamın həyatda bir dənə hədəf olmalıdır, 100 dənə yox. Həm Allahda lazımdır, həm dünyada lazımdır, həm oxumaqda lazımdır, həm xarab elədə hər şey. Bəs necə oxumaq, qazanmaq lazımdır? Xeyr, hamısı lazımdır. Bir hədəf üçün, Allah üçün. O hədəf sənin bütün fəaliyyətini birləşdirməlidir. Həm din, həm dünya yox. Dünya da dinin, yəni Allaha yaxınlaşmanın vasitəsinə çevrilsin. Sənin bir işin, bir dənə işin bu hədəfdən kənardırsa, o sənin ən böyük itkindir həyatda. O itkini heç ilə bərpa eləyə bilməzsən sən. Elə bir hədəf seç ki, təhsili də əhatə eləsin. Ruzu qazanmağı da əhatə eləsin. Yatmağı da, ailə daxili münasibətləri də, hər şeyi əhatə eləsin. Hər şeyi, hər şeyi. İnsanın ruhuna baxın. İnsan ruhu vallah belədir ki, bir hədəf üçün yaranır. Stakanı misal çəkdimi, bunun quruluşu bilinir ki, bu nə üçün yaranır? Keçən dəfə dedim.
İnsan ruhunun da bir quruluşu var. Analiz eləyəndə görürsən ki, bu 100 hədəfə bölünəndə pərakəndə olur və ondan sonra gəlir deyir stres içindəyəm. Arkadaş, sən bilirsən niyə 100 dənə hədəfə bölmüsən, hər şeyə biraz enerjindən sərf edirsən. Bu ruhla da uyğun gəlmir. Bu ruh istəyir ki, onu bir hədəfə yönləndirəsən. Pərakəndəlikdən sən narahat olursan, təmərküzləşməni itirirsən və o qəmli hallar sənə üst tutur. Stresə düşürsən, darıxırsan, həyat sənin üçün mənasını itirir. Çünki ruhun quruluşuna uyğun yaşamırsan. Allah bu hədəfi Quranda elan edib, inna lillah və inna ileyhi raciun. Həm başlanğıc Allahdır, həm son Allahdır. Allahdanıq və ona sarı dairəvi hərəkətdir. Ona sarı qayıtmalıyıq. Gəlin bu hədəfi təfəkkürlə tapaq, moizə ilə yox. Sırf moizə ilə yox. Moizə bizim həyatda gəldiyimiz nəticələri, düzgün nəticələri təsdiq eləmirsə, gedib o adama qulaq asmayın. Həftə ərzində düşünün, tapın həqiqətləri. Sonra gəlin el adama qulaq asın ki, görüm ki, bax, düzgün, mənim gəldiyim nəticələrin hamısını təsdiq edir. Amma düzgün nəticələri. Onun da yolları var ki, düz nəticəyə gələsən, sualla gəlib çıxarsan. Görsünüz ki, onun danışdığı ilə sizin o hədəfiniz arasında uyğunluq yoxdur. Deyin ki, mən səni dinləməyimə ehtiyac yoxdur. Və bu günlər şəhidlərin anım günləridir. Mən sözümü yekunlaşdırım, vaxtınızı çoxalmayayım. Kərbəla şəhidlərinin anım günləridir. Ümumiyyətlə şəhidlərin anım günləridir. Şəhidlər kimdir? Şəhidlər bizim düşüncə üfüqümüzü genişləndirən adamlardır. Bilirsiniz? Biz şəhidləri sırf ideallar uğrunda canından keçən, belə deyək, mənəviyyat adamları kimi dəyərləndirməyək. Şəhidləri ən ağıllı adam kimi tanımasaq biz bilmirik ki, şəhidlik nə deməkdir. Biz elə bilirik ki, bir pragmatik insanlar var, yaşayırlar, yeyirlər, içirlər, həyatda uğur qazanırlar. Bir də ideya adamları var ki, onlar ali hədəflər üçün canlarından keçirlər. Biz gətirib şəhidliyi bu kateqoriyaya aid eləmişik, amma bu səhv yanaşmadır. Şəhid ən pragmatik düşünən adamdır. Şəhid ən ağıllı adamdır. Şəhid hədəfi tapan və o hədəf üçün fədakarlıq edən insandır. Şəhidlərə ağıllı insanlar kimi təzim edək. Emosional insanlar kimi yox. Şəhid mənəviyyatlıdır, söz yox, amma mənəviyyatı ağlından qaynaqlanır. Şəhid bizi yuxarı dəvət edir, düşüncə üfüqlərimizi genişləndirir. Şəhid ən pragmatik adamdır. Çünki oturub hesablayıb görüb ki, nə qazanır, nə itirir. Şəhid ən ağıllı insandır. Ömrü boyu başını aşağı salıb, ancaq yemək içməklə başını qatan, gəzməklə, əyləncəklə başını qatan adam ağıllı oldu. Amma milləti uğrunda, xalqı uğrunda canından keçən adam oldu. Məsələn, sırf belə ideya insanı, xeyr, bu ən ağıllı insandır. İnanın ki, mən şəhidlərimizin anım mərasimlərində iştirak edəndə ancaq bu keçirdi beynimdən, bu aprel döyüşlərindəki şəhidlərimizin. Baxırdım, deyirdim ki, sən məndən nə qədər ağıllı adamsan. Mən onların ağlına heyranam, ağlına. Onlar çox ağıllı insanlardır. Onlar bizi ağılda qabaqlayırlar ki, Allah o rütbəni onlara nəsib eləyib. Ona görə də şəhidlər xiyabanına gedək bu günlərdə. O qəbirlərin qarşısında dayanaq deyək ki, siz çox ağıllı adamlarsınız. Siz bizi qabaqladınız, ağılda, düşüncədə qabaqladınız. Və təbii olaraq mənəviyyatda da qabaqladınız. Şəhidlərə bu düşüncə ilə baxaq ki, şəhid ağıllıdır. Çünki ali hədəfi tapdı və onun uğrunda fədakarlıq eləyə bildi. Şəhid fanatik deyil. Hansısa indi münaqişələrə gedirlər, cəmaatı öldürürlər, ölürlər, qanları hədər olur. Heç nə, şəhid odur ki, bilsin ki, nə üstündə gedir, hansı hədəf üçün gedir və dəyərmi o hədəf üçün canından keçməyə. İmam Hüseyn əzadarlığı buna görə faydalıdır ki, düşüncə üfüqünü genişləndirir. Sizdən xahiş edirəm, İmam Hüseyn məclisinə gedəndə harada olursa olsun, bilin ki, ən ağıllı adamlara təzim eləməyə gedirsiniz. Mən 20 ildən çoxdur danışıram artıq.
20 ildən çox danışıram, inanın mənə. İmam Hüseyn məclisləri kimi heç zaman insanların düşüncəsi aydınlaşmır. Mənə danışmaq rahatdır İmam Hüseynin məclisində. Görürəm ki, insanlar daha iti düşünür, daha yaxşı başa düşür. İmam Hüseyn əleyhissalamın əzası düşüncə aydınlığı verir insana. Ən mürəkkəb sözləri mən məhərrəmə saxlayıram ki, burada rahat danışmaq olur. Çünki insanların zehni açılır elə bil. Bu şəhadət insanı kör-köranəliyə dəvət eləmir. İnsanın düşüncə nurunu söndürmür, əksinə düşüncə üfüqlərini genişləndirir. Kərbəla şəhidləri təkcə mənəviyyatlı yox, ən ağıllı insanlar idi. Yaşadığı cəmiyyətin ən ağıllı adamları idi. Qasim 13 yaşda Qasim ki deyir, əhla minəl əsəl. Ölüm mənim üçün baldan da şirindir. Qasim çox ağıllı insandır. Hamını qabaqlayıb ağlında. Hamını qabaqlayıb. Əli Əkbər ki deyir, əvələsnə aləl haqq. Biz haqqıq, atacan. Deyir, bəli. İzəllə nübali bil mevt. Əgər haqqıqsa, düz yolda yoxsa, onda ölümdən qorxumuz yoxdur. Ölüm bizi son hədəfə aparan vasitədir. Görün, nə qədər ağıllıdır bu cavan. Bizim nümunələrimiz ağıllı insanlardır. Hissə qapılıb, emosiyaya qapılıb, ömürlərini nə üçünsə fəda edən insanlar deyil. Abis ibn Şəbib İmam Hüseyn sahabəsidir. Deyir ki, çıxır döyüşçü tələb edir, o qədər şücayətli idi ki, biri cürət eləmir onunla döyüşsün. Heç kəsin cürəti çatmır. Görür ki, gələn yoxdur, zirehini çıxardır əynindən atır yerə. Zirehini çıxardır. Zirehsiz döyüşmək ərəblər o vaxt bilirdi nə deməkdir. Zirehsiz döyüşə getmək çox ağır bir şeydir. Deyir, düşmən baxır, deyir, sənin ağlın yoxdur. Sən dəli olmuşsan, zireyi çıxartırsan. Deyir, əgər Fatimənin oğluna, Peyğəmbərin balasına qarşı sizi mübarizəyə dəvət edən ağıldırsa, mən sizin ağlınıza nifrət edirəm. Onda mən ağılsız saya bilərsiniz. Ağıllı sizsiniz ki, hər şeyinizi bada vermişsiniz. Nə üçün? Nə əldə edəcəksiniz? Ağıl sahibisiniz. Ağıl dərsi verir. Eşq ağıldan ayrılmaz bir şeydir. O şəhidlər ziyalılar idi, dövrlərinin ən ağıllı insanları idi. Və indi baxın, görün, hədəfin cılızlığı nə böyük cinayətdir. Elə bilərsiniz, mən müstəhəb mövzu haqqında danışıram, yox. Hədəf cılız olanda adam İmam Hüseyn qatili olur. Bunların günahı nə idi? Bunların hədəfləri cılız idi, dünya idi. Dünyaya çatmaq üçün kimisə öldürmək lazımdır, onu da eləyirdilər. Din adı ilə eləyirdilər. Bunların dinlərinin də hədəfləri dünyaları idi. Vay o gündən din dünyaya çatmağın vasitəsinə çevrilsin. Görün, indi mövzumuz nə qədər mühümdür. Onların günahları bu idi ki, onların hədəfi cılız idi. Deməli, hədəf cılız olanda adam imam da öldürə bilər, bəli. Bu dərd budur deyil, ona görə mən bundan danışıram. Yoxsa mən bekar deyiləm ki, bir saat sizin də vaxtınızı alım, öz vaxtını da alım. Onların cinayəti bu idi. Bundan ibarət idi ki, o ali hədəfi tapa bilməmişdilər. Onların ittihamı bilirsiniz nədir? Onlar ağılsız adamlar idi. Ağılsızlığın nəticəsində mənəviyyatsız olmuşdular. Bu yaxki hədis yadınızdadır. Hədəf daxili mənəviyyatın göstəricisidir. Ağılsız idilər deyə onlar mənəviyyatsız insan olmuşdular. Ağılsızlığın nəticəsidir. Mənəviyyatsızlıq. Bəm ağılsızlıq təhqirdir, bəli, valla Quranda Allah birini təhqir eləmək istəyəndə bizim əstəğfurullah söylədiyimiz söyüşlərdən söymür. Deyir, la yəqilun, onların ağlı yoxdur. Vəssalam, ağlı yoxdur, heç nəyi yoxdur, nə mənəviyyatı var, nə heç nəyi yoxdur. Onların tərifi bu idi, Kərbəlada İmam Hüseynin qabağında dayananların, la yəqilun, ağılsız insanlar idi. Bu günlər Həzrət Zeynəbin günləridir, həm də Əqilə-i Bəni Haşim deyirlər Həzrət Zeynəbə. Heç fikir vermişsiniz, Bəni Haşimin ağıllısı, Əqilə qadın cinsində, aqil kişiyə deyirlər, Əqilə qadına deyirlər. Əqilə yəni ağıllı qadın. Həzrət Zeynəbi belə tərif edirlər. Yezid oturub elə bilir ki, uğur qazanıb, taxta oturub, baxdı, dedi ki, elə bilirsən ki, sən uğura çatdın və biz məğlub olduq. Sən elə başa düşürsən, gör nə qədər uzaq görəndir. Deyir ki, nə hilon var işlət, and olsun Allaha ki, bizim adımızı batıra bilməyəcəksən. Biz qalib çıxdıq, biz uzaq hədəfi gördük, sən bugünsün yaşadın. Sənin yeganə ittihamın odur ki, sən ağılsız adamsan. Sən kiçik məqsəd üçün hər şeyi verdin. 2 il ondan sonra oturdu orada, sonra da öldü, getdi. Şama gedirsən Suriyaya ki, bunlar orada hakim olub. Orada İmam Hüseynin bir yetim qızının qəbrinin
başına pərvanə kimi cəmaat dolanır, yanında Muaviyənin qəbri var ki, zibilliyə çeviriblər. Axır məcbur olurlar bağlasınlar ki, insanlar da daş atır. Bu söhbət təkcə qəbir məsələsində deyil. İndi görürsən zaman keçir, sübut olunur ki, bunlar daha ağıllıymış. Bunların amalları yaşayır. Dünya bugün bunların əqidəsinin teşnəsidir. Bunu göstərir ki, bunlar ilk növbədə ağıllı adamlar idi. Onlar nə qazandı, bunlar nə qazandı. Söhbət təkcə sənin adının qalmasında deyil. Son hədəf bu deyil, öləndən sonra mənim adım qalsın. Yox, mən gedim öz nəhayət hədəfimə qovuşum və mənim ideyam da həmişə aktual olsun, yaşasın. Bax, bu ağıl əlamətidir. Odur ki, İmam Hüseyin hədəfsiz yerə, məqsədsiz yerə canından keçən bir təsadüf insan deyil. İmam Hüseyin və Kərbəla şəhidlərinin ən böyük tərifi onların ağıllı olmasıdır. Hamıdan ağıllı insanlar idi və zaman keçdikcə onların düşmənlərindən qat-qat ağıllı olması sübut olundu. Bugün artıq görünür ki, bu əzadarlığın dünyada belə şəkildə hər yerdə qeyd olunması və doğma vətənimizdə də bu şəkildə qeyd olunması onu göstərir ki, İmam Hüseyin bu döyüşdən qalib çıxdı və salam. Qalanları qaldılar 2 il, 3 il. İnanın ki, valla 99% yox, deyərəm 100% o birilər heç hədəflərinə də çatmadılar. Hətta o cılız hədəflərinə də çatmadılar. Cılız məqsədlərinə də çatmadılar. Heç nə, puç oldular, getdilər. Heç nə, tarixdən də silindilər. Onların yaşamağının da yeganə səbəbi İmam Hüseyindir. İmam Hüseyin düşmənini də yaşadır. Yezid kimi yüzlərlə, minlərlə adam gəlib. Bugün ona nifrətin də səbəbi İmam Hüseyindir. Onun adı hələ nifrətlə də yad olursa ona görə İmam Hüseynə borcludur. Nifrətlə yad olmasına görə də unudulub getməyibsə. Çünki çoxları unudulub tarixdən silindi. Allah bizi ağıllı insanlardan qərar versin inşallah. Allah bizim dinimizi ağlımızın nəticəsi qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şanaka huvel abtar. Sadaqallahul aliyyul azim. Ya